Şamaxın Qız Meydan kəndindəyik. Hələ bizim orada Qız Meydanda keçirdiyimiz yaylaq festivalının orasındayıq. O tədbir davam edir. Biz Qərbi Azərbaycanda ilk olaraq Qız Meydanda yaşayan həm yerlərimizin dəstəyi ilə, burada yaşayan onların dəstəyi ilə böyük bir tədbir keçirdik və bu tarixə düşdü. Yalnız illər öz kəndində. Amma İsmail müəllim, stollar, orada bayraqlar, insanları, müəllimləri nə qədər kömək edərlər bizə. Ha, bax sizə bərabər kömək edərlər. Buyur İsmail müəllim, mən kəndimiz adına adını siz dediniz, indi tanış olduk daha yaxşı. Buradan təvəllən ağlandırdınız ki, İsmail müəllimdir. Təbii ki, festival möhtəşəmdir. Möhtəşəmliyi eləyən də bu eldir, bu cəmaatdır. Eller Oyğu kəndi, məsələn, mənim leksikonuma ilk dəfə bu festivalda daxil oldu. Ora qədər o kəndin adını haradasa rast gəlibsə də xatirimdə qalmamışdı. O tədbirin böyük əhəmiyyəti ondan ibarətdir ki, o torpaqların ənənəsin, tarixin, irsin, bütün hamısını yaşadan sizin kimi insanlar var. O tədbir elə belə əmələ gəlməmişdi. O tədbirin bir fədakarı, o necə deyək, flaqmanı, öndə gedəni olmalıdır ki, tədbir alınsın. Bütün o yük, 95%, 90% yük sizin çiyninizdə idi. Bir ağsaqqal olaraq, bir icmanın rəhbəri olaraq, siz o təşkilati məsələlərdə mən görmüşəm də neçə dəfələrlə həyəcan içərisində Şamaxıya gəlib getməyiniz, burada o məsələləri orada həll olunmasını, orada eləməyiniz, əlaqələndirməyiniz, yəni böyük bir enerji, böyük bir səy tələb edən işlərdir ki, onun öhdəsindən çox belə, mən açıq deyirəm ki, qəhrəmanlıqla gəldiniz. Tədbirin bütün o gedişatı ürək açan oldu hər birimiz üçün. Eller Oyğu kəndinin əhlinə Allah can sağlığı versin. Aşıq İskəndər Avabalı ilə tanış olmaq, adını eşitmək ən azından, oğlu ilə, aşıqla şəkil çəkdirsiniz oradan. Bəli, o tarixə düşdü mənim üçün. Və ümumiyyətlə o Eller Oyğu kəndinin belə o əzəmətini, gözəlliyini, təbiətini, bütün hər şeyini gətirib Qız Meydan ərazisində və doğrudan da orada cəmaat deyirdi ki, elə bil ki, oradakı mənzərədir. Yəni o seçimin özü sizin təxəyyülünüzün gücüdür. Allah can sağlığı versin Eller Oyğu cəmaatına, sizə can sağlığı versin ki, belə tədbirlər daha çox olsun və düşmənlərimiz, ermənilər görsünlər ki, bizim Azərbaycan xalqı harda olmağından asılı olmayaraq öz yurdunu, öz doğulduğu yeri yaddan çıxartmırlar. Onlar arzu. Sağ olun, təşəkkür edirəm. Sağ olun. Sağ olun Şahbaz müəllim. Xoş gəlmişsiniz. Müəllim siz də xoş gəlmişsiniz. Sizə minnətdarlığımızı bildiririk. İcmanın sədri Əziz Məhrəmi və bizim Amasya rayonunun İcmanın sədri Abel Məhrəmov yoldaşının salamlarını bizə gətirdiyinizə görə sağ olun. Şahbaz müəllim, mən də sizə şəxsən təşəkkür edirəm ki, böyük əməyiniz oldu, bu işi ərsiyə gətirdiniz. Eller Kənd İctimaiyyəti adından şəxsən sizə təşəkkür edirəm. Çox sağ olun. Gəlin, bala gəlin!